Deməli, hörmətli mühasiblər və gömrük ödənişlərinə maraqlı olan şəxslər, bu videonu çəkirəm, hansı ki, gömrük ödənişlərini necə ödəmək lazımdır, onu göstərmək üçün. Çox adam soruşur ki, məsələn, gömrük ödənişlərini necə ödəyirik, idxal, yığım, ƏDV, yəni bunlar hara ödənilir. Mən sizə bunu HÖP ödənişləri necə etmək lazımdır, onu indi göstərəcəm. İlk öncə giririk bəyannaməyə, hansı ki, borcu olan bəyannaməmiz var. Məndə burada açıq şəkildə var. Yəqin ki, bilirsiniz necə baxış eləmək lazımdır. Ən başdan göstərim. Burada deməli bəyannaməyə üzərinə klik eləyirik, baxış veririk. Baxış veriləndən sonra burada yekun bölməsi var. Yekun bölməsində sizin bütün borclarınız burada görsənir, nə qədər borc var. Rüsum, yığım, ƏDV, dəbbə və s. Bunları artıq izah eləmirəm, yəqin ki, bilirsiniz, bu ümumi borcdur. Bu sizin hesabda olan pulunuz nə qədər ödənilib o görsənir. Bu da qalıq borc. Burada bir dənə dəbbə var. Bəziləri soruşur ki, bu dəbbə necə formalaşır? Dəbbə ümumi ödəniləcək qalıq borcun 1/1 hissəsidir. Yəni sizin 3670 manat borcunuz varsa, onun 1/1, yəni 1000-ə bölünsün 3.67 manatı sizin dəbbəyə hesablanır. Bu belə hesablanır. Dəbbə ödəniləcək məbləğin qalıq borcunun, yəni 1/1-dir, belə deyim. Burada bu ödənişlər necə olunur? Burada bu rüsum, yığım, ƏDV, dəbbə. Bunların 4-ü də Dövlət Gömrük Komitəsinə 142.330 punktuna ödənilir. Bunların hamısı büdcə təsərrüfat kodu 1-dir. Bir də burada xidmətlə ƏDV-nin hüquqları ayrıdır ki, xidmət ASTEMOL ayrıca ödənilir, ASTEMOL ƏDV isə ayrıca ödənilir. Yəni burada indi göstərəcəm hardan ödəniş eləmək lazımdır. Burada VÖN-ü götürürük. Burada deməli axtarış yerində yazırıq Customs Payment. Customs Payment. Elektron gömrük ödənişlərinə girəndən sonra burada ödənişin növünü seçirik. Avans ödənişləri. Burada VÖN-ü qeyd edirik. VÖN-ü qeyd edəndən sonra avtomatik burada çıxır. Dövlət Gömrük Komitəsi, DGK, ASTEMOL Komitəsi birliyi. Burada bir dənə 142.30 çıxır, birinci təsərrüfat kodu. Bu o deməkdir ki, yəni siz bura bayaq göstərdim sizə, deməli burada rüsum, yığım, ƏDV, dəbbə, bunlar toplanır hamısı 4-ü, cəm məbləğ nə qədərdirsə, bunu qeyd edirik. Tutaq ki, burada cəm məbləğ, misal üçün deyirəm, 3600 manatdır. Burada qeyd edirik, avans gömrük ödənişi, burada qeyd edirik 3600, ASTEMOL Komitəsi birliyi, bura diqqət edin, o biri ƏDV-dir, biri əsas məbləğdir. Misal üçün, burada ASTEMOL-umuz nə qədər? 59.95, 60 manat deyək. ƏDV-si də 11 manat deyək. Bura yazırıq 60, burada yazırıq 11 və əlavə edib artıq ödənişləri eləyirik, kart məlumatlarını doldururuq. Yəni belə, ödənişlər bu şəkildə olunur. Bundan əlavə, təbii ki, ƏDV-si sistemdə olur. Bəziləri deyir ki, mən ƏDV vurmuşam gömrüyə, amma oturmayıbdır. Mən necə eləyim? O şəxslər gözləməli, ƏDV otursun, ədv oturandan sonra digər ödənişlərinizi eləyə bilərsiniz.